Rusiya İrandakı vətəndaşlarına xəbərdarlıq etdi. Rusiyanın Tehrandakı səfirliyi Rusiyalı turistlərə İrana səyahət edərkən foto və video çəkilişlərindən çəkinməyi tövsiyə edib. Axar nöqtəsi xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyi məlumat yayıb. Bildirib ki, bu xoşagəlməz hadisələrin və qeyri-iradi qanun pozuntularının qarşısını almağa kömək edəcək. Rusiya vətəndaşlarına İran İslam Respublikasına səyahət edərkən yerli qanunvericiliyə ciddi şəkildə riayət etmələri və ehtiyatlılıq göstərmələri tövsiyə olunur. Təbii ki, Rusiyada öz vətəndaşlarına tövsiyəsidir ki, ehtiyatlı olun, çəkməyin. Var bir çox bizim özümüzdə əlimizdə kamera olanda, ağzından telefon kamerası hansısa mağazaya yaxınlaşanda, marketə, görsəz icazə vermirlər, hansısa məkana ki, olmaz. Bu belədirsə, bu qanunlaşdırılıbsa, təbii ki, ona riayət etmək lazımdır.